Salam. UTK-nın son keçirdiyi testlərin izahına baxaq, tarix testlərinin izahına baxaq. 31-ci testdə soruşur, 1-ci Göytürk dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. 1-ci Göytürk dövləti 552-ci ildən 588-ci ilə qədər mövcud olmuşdur. Parçalanana qədər götürürük. A variantı Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması bu 510-cu ildədir. Məzdəkilər hərəkatı 481-529-cu ildədir. Bu da uyğun deyil. Kürşadın başçılığı ilə üsyanın baş verməsi 639-dadır. Bu da uyğun deyil. Ərəb xilafətinin Əməvilər sülaləsi tərəfindən idarə edilməsi 661-ci ildən 750-yə qədərdir. Bu da uyğun deyil. Albaniyanın Sasani mərzbanları tərəfindən idarə olunması isə 510-629-cu illəri əhatə edir. Uzun müddətli Sasani mərzibanlığı və yaxud ikinci hakimiyyətsizlik, ona görə də Y variantı cavabdır. 32-ci test. Şərqi Türkistan, Yeddisu və Tianşan dağlarının ətəklərində aşina soyuna məxsus olan türk dilli Qarluqlar yaşayırdılar. Qarluqlar 2-ci Göytürk dövlətinin süqutundan sonra Uyğurların hakimiyyəti altına düşmüşdülər. Qarluqlar 9-cu yüzillikdə digər tayfaların iştirakı ilə yeni dövlətin əsasını qoydu. Mətndə bəhs olunan dövlətə aid doğru fikri müəyyən edin. Deməli, doğru fikri müəyyən edin. Demək, söhbət gedir Qaraxanlı dövlətindən. A variantı Qırğızların üsyanı nəticəsində süqut etmişdir. Demək, xeyr, Qırğızların üsyanı nəticəsində Uyğur dövləti süquta uğrayıbdır. B variantı Dəndənəkən döyüşündə Səlcuqlara məğlub olması, bu da Qəznəvi dövlətinə aiddir. Paytaxtın Lahor şəhəri olması, Qəznə və Lahor yenə Qəznəvlərin paytaxtıdır. Hindistana yürüşlər etməklə ərazisini genişləndirməsi, bu da Qəznəvlərə aiddir. Sultan Mahmud Qəznəvi. Y variantı İslamı rəsmi dövlət dini kimi qəbul etməsi, bəli, bu Qaraxanlılara aiddir. Çünki Satuq Buğra xan 932-ci ildə İslam dinini rəsmi dövlət dini kimi qəbul etmiş, 942-də sözünü xaqan elan etmişdir. 33-cü test. Göstərilən xüsusiyyətlər hansı dövlətin süqutunun səbəbləridir? Ərəb xilafəti ilə uzun müddətli müharibələr, peçenklərin basqınları, dini pərəkəndəliyin baş verməsi, əlbəttə ki, bu Xəzər dövlətinin süqutunun səbəbidir. Cavab C variantı. 34-cü test. Hadisələrin səbəb-nəticə əlaqələrinin yanlış verildiyi cavabları müəyyən edin. Yeni üsulla toplanan ordunun sərkərdələrə and içməsi, Romada vətəndaş müharibəsinin başlanması. Bəli, bu doğru cavabdır. Periklin strateq seçilməsi, bütün Afina vətəndaşlarının idarə etmədə iştirakının genişlənməsi. Bəli, bu da doğru cavabdır. Hətta onlar əmək haqqı da alırdılar. C variantı Romada hakimiyyətin bir neçə varlı patrisi və plebey ailələrinin əlində olması, Roma Respublikasının demokratik dövlətə çevrilməsi. Xeyr, bu əksinə Romanın demokratik dövlətə çevrilməsinə maneə idi. Deməli, cavab C variantı olacaq. D və Y variantları da doğrudur. 35. Qədim Romada Respublika dövrü zamanı qədim Yunanistanda baş verən hadisələri müəyyən edin. Qədim Romada Respublika eramızdan əvvəl 509-dan eramızdan əvvəl 27 və yaxud 30-a qədərdir. Yəni, yeni kitablarda 30 verilib. A variantı ilk Olimpiya oyunlarının keçirilməsi, ilk Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildədir. Bu uyğun deyil. B variantı salon islahatının keçirilməsi, salon islahatı eramızdan əvvəl 594-cü ildədir. Bu da uyğun deyil. Drakon qanunları eramızdan əvvəl 621-ci ildədir. Bu da uyğun deyil. Dorilər tərəfindən Mikena mədəniyyətinin məhvi, bu da eramızdan əvvəl 2-ci minillikdədir. Bu da uyğun deyil. Y variantı Afina-Sparta arasında müharibə, o isə eramızdan əvvəl 431-dən 404-ə qədər olduğuna görə deməli, cavab olacaq Y variantı. 36. İlk Göytürk dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Deməli, Uyğur dövləti ilə ilk Göytürkün oxşar cəhəti Sasanilərlə müharibə etməsi yazıbdır. A variantında Uyğurlar Sasanilərlə müharibə etməyiblər. Ona görə də harda A var, o çıxacaq. A və D getdi. Çinin aslı hala salınması, Çinin aslı salınması ilk Göytürk ilə Uyğurun oxşar cəhətidir. Çünki ilk Göytürkdə Muğan xaqanın dövründə demək Çin aslı hala salınmışdı.
deməli, Uyğur xaqanlığında isə Qutluk Bilge Küldən sonra hökumətə gələn Moyonçurun dövründə Çin asılı hala salınmışdı. Deməli, mütləq 1-ə B gedəcək. Görəkçəyə gedirmi? Xalqların böyük köçü dövründə yaranması, xeyr, bu Uyğura getməyəcək, çünki Uyğurlar 744-də yaranıbdır. Deməli, yalnız 1-ə B olan variant da B variantındadır. Gəlin hər ehtimal 2-yə də baxaq. Frank dövləti avarlarla mübarizə, ilk Göytürk, bəli, Muğan xalqan avarlarla mübarizə aparıbdır, oxşarlıqdır. Bir də 2-yə C variantı, Bizansla diplomatik münasibət, bəli, İstəmi xaqan Bizansla diplomatik münasibət saxlayıbdır. İlk Göytürkdə, Frank dövlətində də ki, Karl Bizansla əlaqə saxlamış, böyük Karl. 37-ci test. Onun keçirdiyi hərbi islahat nəticəsində tayfa prinsipinə əsaslanan qeyri-nizami qoşunun əvəzinə nizami ordu yaradıldı. Eyni zamanda iqtisadiyyatın inkişafına şərait yaradıldı. Söhbət Məlikşahdan gedir. Belə ki, vahid ölçü çəki pul sistemləri yaranmış, karvan yollarının təhlükəsizliyi təmin edilmiş və tacirləri bəzi rüsumlardan azad etmişdir o. Mətndə bəhs olunan Səlcuq sultanına aid xüsusiyyət Qaraxanlıları məğlub edərək asılı vəziyyətə salıbdır. Demək, cavab elə A variantı olacaq. Çünki Abbasi xəlifəsi tərəfindən şərqin qərbin hökmdarı Sultan 1-ci Toğruldur. Dövlətin ərazisinin parçalanmaya məruz qalması, demək, Səlcuqlarda parçalanma son hökmdarın dövründə, daha çox Sultan Səncərin dövründədir. Bizans imperatorunu bağışlayaraq onunla sülh bağlamışdı. Bu isə Alparslana aiddir. Malazgirt döyüşündən sonra 1071 ilk vəzifəsi Anadolunu türk torpağına çevirmək idi. Bu da ki, yenə də Alparslana aid olan hadisədir. 38. Tarixi proseslərin ardıcıllığını müəyyən edin. Türk xalqlarının Manna ərazisində məskunlaşması və onun dalınca nə olur? Deməli, bu İskitlərdən söhbət gedir. Eramızdan əvvəl 7-ci əsrdə Mannada məskunlaşmışdılar. Gəlin görək 2-yə nə gedəcək? A. Mannanın Urartu, ümumiyyətlə Urartu olan variantları çıxacaq. Çünki İskit gəldiyi vaxtda artıq Urartu Mannanın işlərinə qarışmırdı. Eradan əvvəl 714-cü ildən bu yana Urartunun adını görmürük. Demək, A variantı və C variantı olanlar gedəcək. A variantı, C variantı harada varsa o gedir. Daha sonra nə götürəcək? Manna Assuriya dövləti ilə ittifaqı bərpa etməsi. İskitlər gəldikdən sonra bərpa etmə yoxdur. Manna dövləti müstəqil xarici siyasət yürütməsi, bunu götürəcək. Bir də Assuriya hökmdarı Aşurbanipalın Mannaya yürüşü. Deməli, burada götürəcək D variantını. 2-yə B, Manna hökmdarı Axşeirinin İskit hökmdarı Şpaka ilə ittifaq yaratması. 3-ə isə Y götürəcək. Manna dövləti müstəqil xarici siyasət yürütməsi. Yəni, türklər gəldikdən sonra Manna hökmdarı Axşeiri İskit hökmdarı Şpaka ilə ittifaq yaradır və türklər gəldikdən və ittifaqdan sonra Manna dövləti müstəqil xarici siyasət yürütməyə başladı. Daha sonra isə Aşurbanipalın hücumuna məruz qalır və Axşeirin üsyanında öldürürlər. 39. Kadeş müqaviləsinin Misir üçün nəticəsi. Dövlət iqtisadi cəhətdən inkişaf etdi. Bəli, bunu götürə bilərik. Ön Asiyan canişinlər vasitəsilə idarə edilməyə başlandı. Xeyr, bu Tutmosun dövründədir. 3-cü Tutmosun. 3. 2-ci Ramzesin geniş quruculuq işləri aparması şərait yarandı. Bəli, biri də budur. 1 və 3 olacaq cavab. B variantı. Digər cavabda deyir, dövlətin şimal sərhədləri ilk dəfə Fərat çayına çatdı. Bu isə yanlışdır, çünki ilk dəfə Fərat çayına 1-ci Tutmosun dövründə çatmışdı sərhədlər. 40. Eyni əsrdə baş vermişdir. İskit tayfalarının Azərbaycan ərazisində məskunlaşması eradan əvvəl 7-ci əsr, Midiya dövlətinin süqutu eradan əvvəl 550, Çinin ilk dəfə vahid dövlətə birləşdirilməsi eradan əvvəl 221, Qədim Misirin Əhəmənilər tərəfindən işğal edilməsi eradan əvvəl 525 Pelusiya döyüşü, Böyük İpək yolunun salınmağa başlanması isə eradan əvvəl 2-ci əsr. Deməli, burada olacaq 2 və 4 B variantı, çünki ikisi də 6-cı əsrə aiddir. 41. Roma işğalları nəticəsində Oktavian və Mark Trayan tərəfindən işğal edilən əraziləri xəritədə müəyyən edin.
Oktavianın işğal etdiyi ərazi Antoni və Kleopatranı məğlub etdikdən sonra Misir ərazisidir. Mark Trayanın işğal etdiyi ərazi isə Mesopotamiya, deməli Parfiyanın bir hissəsi, Adriatik dənizi sahilləri, Ərəbistan kimi ərazilərdir. Gəlin görək xəritədə hansı göstərilib. Burada İtaliya və Yunanistan, bu heç birinə aid olmayacaq. Deməli 3 olacaq, Misir, Oktavian Avqusta aid. Bir də 4 olacaq, Mesopotamiya, Mark Trayana aid. 3 və 4 isə B variantındadır. 42. Spartak üsyanından fərqli olaraq Sarısarqılar üsyanına aiddir. Hakim sülalənin qüdrətinin sarsılması. Bəli, Spartak yatırılır, amma Sarısarqılar yatırılsa da hakim sülalənin qüdrətini sarsıdır. Biri 1 olacaq. 2 quldarlıq sülünə qarşı, bu ikisinə də aiddir. 3 quldarlıq quruşuna böyük zərbə. Bəli, bu da Sarısarqılara aiddir. 1 və 3 olacaq. Cavab isə D variantı. Eradan əvvəl 1-ci əsrdə baş verməsi isə sırf Spartaka aiddir. Çünki Sarısarqılar 184-204-cü illərdə olub bizim erada. 43. Erkən orta əsrlərə aid olan Alban memarlıq abidələrini seçin. Burada Alban memarlıq deyirsə, biz 705-ə qədər olan abidələri tapacaq. Naxçıvanda Əlincə qalası 9-cu əsrə aiddir, bu çıxır. Bir də Şamaxıda Sündü məscidi 920-ci ilə aiddir, bu da çıxır. 2 və 3 isə Alban memarlıq abidələridir. Ağdamda Gövürqala, Laçında Ağoğlan, B variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Bələncər və Həştadsər döyüşləri. Ərəblər və Xürrəmlər arasında baş verməsi, bu gedəcək deməli Həştadsər döyüşünə. 2-yə A gedəcək. Ərəblərin məğlub olması, hər ikisində ərəblər məğlub olubdur. 3-ə isə B gedəcək. 2-yə A, 3-ə isə B, görək harada var. 2-yə A, 3-ə B. 2-yə A, 3-ə B və 2-yə C-yə baxaq, görək gedirmi? Alban hökmdarı Cavanşirin Sasani dövləti tərəfində iştirak etməsi. Xeyr, Cavanşir olan variantı ümumiyyətlə götürməyəcək, çünki Cavanşir yox idi döyüşlərdə. Deməli, C variantı çıxdı və beləliklə cavab olacaq D variantı. 1-ə D, Y, Bələncər döyüşünə, D, Xəzərlərin qalib gəlməsi və Ərəb-Xəzər müharibəsinə aid olması. Bəli, bu gedəcək. 2-yə A, Ərəblər və Xürrəmlər arasında olubdur. 3-ə isə B, ərəblərin hər ikisində məğlub olmasını götürəcək. 44 getdi. İndi 45-ci test. Uyğunluğu müəyyən edin. Xüms vergisi və uşur vergisinə aid olanları tapacaq. Müxtəlif mülkiyyət və qənimət növlərindən alınan vergidir. Bəli, 1-ə A gedəcək. Mütləq 1-ə A gedən variant isə B və Y-dədir. Ramazan ayında bayram günlərindən alınır və paylanır. Xeyr, xüms vergisi Ramazan ayında deyildi. Bu deməli dini vergiyə aid idi, fitrəyə. Bir də dini vergi növü sayılırdı. 1-ə yalnız A-nın getdiyi variant B-dədir. Gəlin görək 2-yə C gedirmi? Uşur vergisinə müsəlman olmayan kişilərdən xeyr, 2-yə C getmir. O zaman xümsə dini götürəcək. 1-ə A və C, 2-yə isə A və B. Səlcuq dövlətinin hakimiyyət dövründə kəndlərin ödədiyi vergi idi. Bəli, doğrudur. 9-11-ci əsrlərdə istifadə olunurdu torpaqdan istifadə müqabilində. Bəli, bu da doğrudur. Deməli, 45-də olacaq Y variantı. 46-cı testə baxaq. Albaniyanın 5-ci əsrin ikinci yarısı tarixi üçün səciyyəvi idi. İkinci yarısı deyir ki, Asvagenə aid hadisə götürməyəcək. Yeni Alban əlifbasının tərtib edilməsi, xeyr, bu aid deyildi. Xristianlığın ilk dəfə rəsmi dövlət dini elan edilməsi, bu 313-cü ilə aiddir. Deməli, 1 və 2 aid olmayacaq. Müəyyən müddət Sasani mərzibanları tərəfindən idarə olunması 463-93-də birinci hakimiyyətçilikdə idarə olunubdur. Əhalinin ümumi siyahıya alması da Vaçe üsyanından sonra var. Deməli, cavab olacaq C variantı. 3 və 4. 47. Göstərilən iki xüsusiyyətin aid olduğu Azərbaycan feodal dövlətinin paytaxt şəhərlərini xəritədə müəyyən edin. 10-cu əsrdə yaranmış dövlətin paytaxtı olmuşdur. Arasında Oğuz, Səlcuq tayfaları məskunlaşmışdır.
Deməli, burada 2 dövlət tapacaq. 10-cu əsrdə yaranmış dövlət deyirsə, burada 4 Şirvanşahlar olduğuna görə çıxır. Bir də Marağa ərazisi də çıxır. Marağa çünki Sacilərin paytaxtı olub. Sacilər də 9-cu əsrdədir, Şirvanşahlar da 9-cu əsrdədir. O zaman qalacaq 1 Gəncə, Şəddadinin paytaxtı, 10-cu əsrdə yaranmış dövlətin paytaxtıdır deyirsə bunu götürəcək. Ərazisində Oğuz Səlcuq tayfaları isə Rəvvadidə məskunlaşıb. Rəvvadinin paytaxtı Təbrizdir və olacaq cavab C 1-2. 48-ci test Tunc dövrünə aid deyil. Tayfa başçılarının ilahiləşdirilməsi aiddir. Kişi əməyinin ön plana keçməsi aiddir. İnsanların tayfalarda yaşaması aiddir. Müharibə və hərb işinin əsas məşğuliyyət olması aiddir. Amma tox əkinçiliyi neolitə aiddir. Cavab C. Doğru izahı müəyyən edin. Veda Hinduizmin müqəddəs qanunlar toplusudur. Doğrudur. 12 lövhə qədim Şumerdə yazılı qanun. Xeyr, bu yanlışdır. Çünki 12 lövhə Romaya aid idi. Falanga piyadalardan təşkil olunmuş Roma ordusu, bu da yanlışdır. Çünki falanga Yunanistandadır. Deməli, kasta olacaq, biri də 1 və 4. Cavab olacaq A variantı. Qəti müəyyənləşmiş hüquq və vəzifələr olan insan qrupudur. Düzdür. Uyğunluq pozulmuşdur, səhvi tapacaq. Şəddadilər dövləti alan tayfalarının hücumuna qarşı müdafiə tədbiri görüb. Bəli, 1062-ci ildə alan tayfaları gürcülərlə birlikdə Şəddadiyə hücum etmişdi. Onlar isə 1063-cü ildə Gəncə qala qapıları və Gəncə hasarını tikdirmişdilər. Rəvvadilər dövləti Oğuzların ölkə ərazisində yerləşdirməsinin şərait yaradır. Bu da doğrudur. Çünki 1028-ci ildə Qəznəvilər tərəfindən sıxışdırılmış sıxışdırılmış Oğuzlar Rəvadi və Əssudan qəbul edir. Deməli, harada 1 və 2 varsa o çıxacaq. Cavab ya 4-5 ya da 3-5 olacaq. 3-ə baxaq. Şirvanşahlar dövləti Məziədlər sülaləsinin hakimiyyəti dövründə Səlcuq dövlətini asılı qəbul edir. Şirvanşahlar 1066-cı ildə qəbul etmişdir. 1-ci Fərbuş 1063-1096 dövründə. Bu da ki, kəsranilərə düşür, çünki 1027-dən 1382-yə qədər kəsranilərdir. Ona görə 3 olan variantımız da gedir. Cavab qalır. Yox, burada pozulmanı çalışır. Elə 3-də pozulubdur. Bir də digərlər düz idi. Salarilər dövləti Mosul hakiminin hücumuna qarşı mübarizə. Bəli, 944-də mübarizə aparıb. 4 də düzdür. Sacilər dövləti Bərdəyə hücum edən Slaviyalıların qoşunu. Bu da yanlışdır. Deməli, 3 və 5-də pozulubdur. Cavab D variantı. Deməli, 51. Axund dövlətinin Albaniya dövləti ilə oxşar, Qəznəli dövləti ilə fərqli cəhətini müəyyən edin. Qəznəli dövləti ilə fərqli. Ərəb xilafəti tərəfindən süquta uğradılması. Xeyr, Axund ərəblər tərəfindən süquta uğradılmayıbdır. Sasanilərlə mübarizə aparması. Bəli, Axund aparıbdır Sasani ilə, Albaniyada Sasani ilə mübarizə aparıbdır. Amma Qəznəlilər Sasani görmür. Çünki 651-ci ildə Sasani süqut edir. Qəznəli dövləti isə 962-də yaranıb. Cavab B olacaq. 52. Şəddadi hökmdarların fəaliyyətinə aid sxemi tamamlayın. Gəncə ətrafında feodal mülklərini ləğv etdi. Xudafərin körpüsünün salınması onun adı ilə bağlıdır. Demək ki, sual işarəsinin yerinə kim olacaq? Səlcuq Sultanı Toğrul ilə müqavilə bağlaması, Gürcü və Xəzərlərə qarşı uğurlu mübarizə aparması. Deməli, burada söhbət gedir Fəzl ibn Məhəmməddən. Fəzl ibn Məhəmməd isə Gürcü və Xəzərlərə qarşı uğurlu mübarizə aparmışdır. Deməli, burada olacaq elə B variant. Çünki Xudafərin körpüsü 1027-də onun dövründədir. Hakimiyyət illəri 985-1030-cu illəri əhatə edir. Şirvanşahların tabe edilməsi ola bilməz, çünki Şəddadilər Şirvanşahları tabe etməyiblər və ümumiyyətlə Fəzlin dövründə Şirvanşahlarla münasibət yaxşı olubdur. Yeni dövlətin əsasının qoyulması Ləşkərin dövrüdür. Dəbil əmirliyi Məhəmməd ibn Şəddadın dövrüdür. Səlcuq Sultanı 1-ci Toğrul ilə müqavilə isə Şəddadidə var, amma 1054-də Əbiləşvər Şavırın dövrüdür, çünki 1049-1067-də Əbiləşvər Şavır hakimiyyətdə olmuşdur. 53-cü test. Bizans imperiyasına aid olan doğru cavabları müəyyən edin. İmperator Justinian ərəb xilafəti ilə mübarizədə Afrika və Asiyadakı mülklərin çoxunu itirir. Bu yanlışdır. Justinian 527-565-lərdə hakimiyyətdə olub, həmin dövrdə isə ərəb dövləti yox idi.
2. Xalqların böyük köçü nəticəsində ərazilərin çox hissəsini itirməsi. Bəli, bu ola bilər. 4-7-ci əsr xalqların böyük köçü zamanı ərazisinin çox hissəsini itirsə də öz varlığını qoruyub saxlayırdı Bizans. Sasani dövləti ilə sülh müqaviləsi imzalaması. Bəli, 629-cu ildə Bizans-Sasani müqaviləsi var Albaniya haqqında. Albaniya yenə də Sasani tərkibində qalır deyir. Avropa Hun dövləti ilə ticarət əlaqələrinə malik olması. Avropa Hun dövləti ilə Bizans ticarət əlaqələri saxlayıb da Attila ilə bağlanmış müqaviləyə əsasən ticarət yalnız sərhədlərdə keçirilməli idi. Cavab 2, 3, 4 olacaq. Slavyanların imperiyasına məskunlaşması nəticəsində Bizansda quldarlıq qaydalarının möhkəmlənməsi ola bilməz. Bu, əksinə Bizansda quldarlığın dağılmağına səbəb olur. 54. Xronoloji ardıcılığı müəyyən edin. Deməli, xronoloji ardıcılıq. Roma sərkərdəsi Kanidinin Albaniyaya yürüşü bu eramızdan əvvəl 36-cı ildədir. Fraspadan sonra Kanid Albaniyaya gəlib Zoberə qalib gəlir. 2. Albanların Roma sərkərdəsi Pompey ilə sülh bağlaması bu eradan əvvəl 66-65-ci illərdədir. Roma imperatoru Adrianın Alban hökmdarı ilə dostluq olması bu eramızdan əvvəl bizim eranın 2-ci əsrin 1-ci yarısıdır. 4. Atropatena dövlətinin Arşakilər sülaləsinin hakimiyyəti altına düşməsi isə bizim eranın 1-ci əsridir. Deməli, birinci 2 olacaq, sonra 1, böyükdən başlayacaq, daha sonra 4 və 3 olacaq. 2, 1, 4, 3. 55. Manna hökmdarı İranzunun hakimiyyəti dövrünə aiddir. Manna ilə Asuriya arasında müttəfiqlik münasibəti yaranır. Bu doğrudur. Azərbaycanın bütün cənub torpaqlarının öz hakimiyyəti altına birləşdirməsi bu da doğrudur. Sirdaka müqaviləsi Ulusunun dövründədir. 3 çıxır. Midiyada Asuriya əleyhinə qalxan üsyançılara yardım Axşerinin dövründədir. Bu da çıxır. Manna dövlətinin qədim şərqin güclü dövlətlərindən biri olması bu da qalır. 56-cı test. İkinci Göytürk hökmdarı Bilgi Xaqanın hakimiyyəti dövrünə aid olanları müəyyən edin. Çin üzərinə uğurlu yürüşlər, bəli, bu doğrudur. Mərkəzi Asiyada olan digər türk xalqlarının dövlətə tabe etməsi də doğrudur. Çünki ölkənin qərb vilayətinə İstəmi xan Muğan Xaqanın dövründədir. Bizansla diplomatik münasibətlərə üstünlük verilməsi də İstəmi Yabqunun dövründədir. 57. Uyğunluğu müəyyən edin. Yusif ibn Əbu Sac, Əli Leşkəri və Mərziban ibn Məhəmmədə aid hadisələri göstərəcək. Azərbaycanın şimalında yeni dövlətin yaradılması bu gedəcək 2-yə, Əli Leşkəriyə, çünki o Şəddadini şimalda yaratmışdı. Xəlifənin göndərdiyi ordunu məğlub etməsi bu gedəcək Yusif ibn Əbu Saca, B1-ə. Xəzər dənizində ticarət gəmiləri üzməyə başladı. C gedəcək Mərziban ibn Məhəmmədə. Türk mənşəli Kəngərli sülaləsinə aid olması D gedəcək Mərziban ibn Məhəmmədə. Rey şəhərinin Samanilərdən alınması isə gedəcək Yusif ibn Əbu Saca. Deməli, gəldik situasiyaya çatdıq. Situasiyada deyir ki, bax neçə dəqiqə oldu? 23 dəqiqə. Situasiyada deyir ki, Böyük Hun dövlətinin dağılmasından sonra Hunların böyük hissəsi İdil çayından qərbə doğru hərəkət etsə də, onların bir qismi Qərbi Türkistana köçür. Sasani dövləti ilə mübarizə aparan Hunlar yeni dövlətin əsasını qoyur. Onlar 5-ci yüzilliyin ortalığında Sasanilərə qarşı qalibiyyətli müharibələr apararaq İran yaylasının şərq hissəsinə və Türkistana hakim olaraq Sasanilər üzərində növbəti qələbəsindən sonra Heratı tabe edir. Demək, əgər Heratın tabe edilməsi Sasanilərlə mübarizədən söhbət gedirsə, deməli bu Axun dövlətidir. Mətndə haqqında bəhs olunan dövlətin Sasanilərə qarşı baş vermiş hansı hərəkatın yatırılmasında mühüm rol oynadığını qeyd edin. Onlar Məzdək hərəkatının yatırılmasına Qubada kömək etmişdilər. 481-529-cu ilə əhatə edir. 59. Tarixi biliklərinizə əsasən mətndə bəhs olunan dövlətin adını və eyni zamanda bu dövlətin 5-ci yüzillikdə hansı adla tanınmasını qeyd edin. Bayaq dediyim kimi, dövlət Axun dövlətidir. 5-ci yüzillikdə isə Eftallılar və yaxud Eftalitlər adlanır. Eftal xanın adı ilə. 60-cı test. Mətndə haqqında bəhs olunan dövlətə neçənci ildə və ya əsrdə və hansı dövlətin Birləşmiş Qüvvələri tərəfindən son qoyulduğunu qeyd edin. Dövlət 567-ci ildə Göytürk və Sasani
tərəfindən varlığına son qoyulubdur və yaxud 6-cı əsrdə Götürk hökmdarı Yabqusu İsləmi Yabqu, Sasani hökmdarı isə Xosrov Fənişiravan hakimiyyət illəri 531-579-dur. İzahımız bu qədər. Dinlədiyiniz üçün sağ olun.